Salamlar, hər vaxtınız xeyir. Burada sizinlə olmaq olduqca qürur vericidir. Bu his üçün isə bir çox səbəbimiz var. Uzun illərdir ki, Paşa Holding şirkətlər qrupu olaraq hər bir Azərbaycanlının həyatında bu və ya digər şəkildə mövcuddur. Bugün isə biz daha bir yeni başlanğıcın, bir ekosisteminin əsasını birlikdə qoyuruq. Bir çoxlarınız artıq ekosistemlə tanışsınız. Bəziləriniz üçün isə bu biraz yad qavram ola bilər. Bugünkü tədbirdə biz yaratdığımız bu ekosistemin hədəfləri, əsas oyunçuları və məhsulları haqqında məlumat təqdim edəcəyik. Qısaca sizi proqramla tanış edim. Belə ki, tədbirimizi ekosistemin baş icraçı direktoru Fərid Məmmədov giriş nitqi ilə açacaq. O nitqində ekosistemin məqsəd və planları haqqında məlumat verəcək. Onun ardınca mən, Günel Mavliyarova, sizə ekosistem brendi və onun fəlsəfəsi haqqında danışacağım. Daha sonra isə bir ekosistemin əsas oyunçuları olan bir bank, Yumiko və EMO-nun baş icraçı direktorlarının Fərid Hüseynov, Rauf Qılamaliyev və Samir Məmmədovun çıxışları yer alacaq. Onları səhnədə birgə müəssisəmiz olan Trendyolun qlobal biznes inkişafı üzrə rəhbəri İrəm Yılandil əvəz edəcəkdir. Dərhal onun ardınca ekosistemin 3 əsas məhsulunun bir ID, bir Pay və bir bonusun üstünlüklərindən danışmaq üçün Mixail Gromov, Maksim Yevdokimov və Fərid İslamov səhnədə yer alacaqlar. Tədbirimizi yekunlaşdırmaq üçün isə təkrar Fərid Məmmədovu səhnəyə dəvət edəcəyik. Rəsmi hissəmiz başa çatdıqdan sonra isə networking və furşet üçün sizinlə birlikdə olub, məmnuniyyətlə bütün suallarınızı cavablandıracağıq. İndi isə vaxt itirmədən səhnəyə Fərid Məmmədova dəvət edirəm. Əziz həmkarlar, əziz tərəfdaşlar, hər birinizi salamlayıram. Bugün bizim üçün çox həyəcanlı bir gündür. Çox sağ olun ki, hamımız bugün bizimlənsiz. Korporativ vətəndaş kimi ölkəmizin adına dəyər yaratmaq və bizim vətəndaşlarımızın, Azərbaycan vətəndaşlarının rifahını yaxşılaşdırmaq Paşa Holding özünə bir məqsəd seçmişdi. Və bu yolda bizim çox vacib bir bugün addımımızı atırıq və onunla bağlı qarşınızdayıq. Bu bir ekosistemdir. Hər birimiz çox şadıq ki və həyəcanlıyıq ki, bu anları bugün yaşayırıq. Yəqin ki, məntiqli bir sual çıxa bilər ki, ekosistem deyəndə biz nəyi nəzərdə tuturuq və nəyi ekosistemə birləşdiririk. Təbiətdən qaynaqlanan bir ifadəyə görə ekosistem qarşılıqlı əlaqələr əsasında bir yaranmış bir sistemdir və biznesdə biz ekosistem deyəndə nəzərdə tuturuq ki, tərəfdaşlar, müştərilərimiz və məhsullarımız bir-birindən təmasda olan bir sistemdir. Yəni, başqa bir sözlə desək, bizim ekosistemin mərkəzində dayanan bizim müştərilərimizdir. Hər bir müştərinin ekosistemi artıq var və hər gün ictimai nəqliyyatla işə gedirlər müştərilərimiz, əlamətdar günlərdə hansısa bir əşyalar alırlar, məişət texnikası alırlar, öz evlərini təmir edəndə, kommunal xidmətlərini ödəyirlər. Yəni, bu müştərilərinin artıq mövcud ekosistemidir. Biz bunu yaratmırıq. Bizim məqsədimiz bu ekosistemə inteqrasiya etməkdir. Yəni, öz məhsullarımızla, öz xidmətlərimizlə bu ekosistemdə müştərilərinin və bizim tərəfdaşlarımızın bütün ehtiyaclarını ödəmək üçün bir imkan yaradırıq və bunu daha sərfəli, daha asan bir yolla eləməyə planlaşdırırıq. Bir ekosistem yeni olsa da, ekosistemə daxil olan şirkətlərimiz illər üzrə istedadlı komandalar tərəfindən idarə olunur və demək olar ki, hər bir Azərbaycan vətəndaşının həyatına dəyər qatır. Hər bir şirkətimiz öz sahəsində nömrə 1-dir. Müştərilərin sayına görə, ən böyük müştəri sayına görə bizim ekosistemimizin təməlində bir bank maliyyə platforması dayanır. Yumiko AZ, EMON və EMON-a bağlı olan terminal şəbəkəsi, milyon terminal şəbəkəsi bizim ekosistemimizin genişləndirən mərkəzləridir. O cümlədən də bizim birgə müəssisələrimiz olan Trendyol Azərbaycan və Bakı Kart müəssisələri bizim üçün çox vacib bir tərəfdaşlardır. Yəni, mən bunu vurğulamaq istəyirəm ki, bizim ekosistem
təməlində artıq milyonlarla müştəri olan bir biznes var, hansı ki bir bank biznesidir. Və biz bacarıqlı olmuşuq ki, bu biznes əsasında biz yeni bir lider, öz sahəsində olan lider biznesləri quraq və bizdən yaxşı öz işini bacaran bizim partnyorlarımıza investisiya edərək onların artıq gözəl olan məhsullarına öz xidmətlərimizlə inteqrasiya etməklə onlara daha əlavə dəyər yaradaq. Və bunu biz necə edirik? Yəni, bu inteqrasiya nə deməkdir? Bu inteqrasiyanı həyata keçirən zəncirlər və yaxud bağlar bir bonus, yəni birgə bonus sistemi, bir ID, rahat daxil olma sistemi, birgə və rahat ödəniş və kredit həlləri təmin edən bir sistemlərdir. Yəni, bu 4 məhsulla, bu 4 servislə biz ekosistemi bir-birinə bağlayırıq. Və toplam olaraq bizim ekosistemdə 10 mindən çox partnyor və 5 milyondan çox müştəri var, müştərini əhatə edir. Və bu bizim üçün ancaq başlanğıcdır. Bu il biz bu xidmətləri və bu brendi təqdim edirik bazara, bizim müştərilərimizə. Artıq müştərilərimiz bəzi məhsullardan istifadə edir və bu istifadə daha da artacaqdır. Artıq bugün mən bir neçə misal gətirə bilərəm ki, artıq bugün QR vasitəsilə ictimai nəqliyyatda ödənişlər bizim müştərilərimiz həyata keçirir. Artıq Trendyol Azərbaycanda, Yumiko Azda bizim kredit xidmətlərindən istifadə edərək alış edirlər müştərilərimiz və rahat və əlverişli bonuslar qazanırlar. Bizim məqsədimiz bu il ərzində bu məhsulları daha da dayanıqlı etməkdir və bu məhsulları genişləndirib yeni istiqamətlərə genişləndirməkdir. Yəni, bizim məqsədimiz və bu strategiyanın əhəmiyyəti, bir ekosistem strategiyasının əhəmiyyəti bizim üçün gördüyünüz bu üç bucaqlarda qeyd olunan xidmətlər və deyək ki, şirkətlərin ətrafında qalmamaq, digər üç bucaqları yeni sahələrlə doldurmaqdır ki, biz öz müştərilərimizə illər üzrə də, növbəti illər üzrə də yeni və yeni dəyərlər qata bilək. Bizim məqsədlərimiz müştəri nöqteyi nəzərdən ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşının həyatına biz dəyər qataq. Hər bir Azərbaycanlı vətəndaşının həyatına dəyər qataq. Bu yolda, bu istiqamətdə bizi bir liderlər komandası aparır. Mənim həmkarlarım sizə şirkətlərin və xidmətlərin ekosistemdə rolu haqqında və məhsulların xüsusiyyətləri haqqında sizə məlumat verəcək və mən ümid edirəm ki, bu məlumat, bu prezentasiyalar çox sualınıza cavab olaraq olacaq. İndi isə mən bir ekosistemin brendini, onun fəlsəfəsini və onun dəyərlərini təqdim eləmək üçün Güneli dəvət edirəm səhnəyə və sizi mənə qulaq asdığınız üçün təşəkkür edirəm. Sağ olun. Sözü yenidən mənə verdiyiniz üçün təşəkkürlər. Ekosistemin mahiyyəti ilə tanış olduq. İndi isə ağıllarda olan sual, bir ekosistem brend olaraq necədir və nəyi təcəssüm etdirir? Vətəndaşlarımızın həyatını asanlaşdırmaq, onlara rahatlıq gətirmək istəyiriksə, brendimizin kimliyi də bu missiyaya uyğun olmalıdır. Bizi təmsil edən atributlar, istər yazılı, istər vizual, insanlarımız üçün müsbət dəyişimi ifadə etməlidir. Məhz bizim logo kimi. İndi isə bir ekosistemin logosunu qarşılayın. Logomuz romb formasındadır və eyni zamanda tarixi milli elementlərimizi yada salır. Misal üçün, bu fiqur qədim xalçaçılıq sənətinin naxışları, memarlığımızda işləmələr, milli bayramımızda ən ləziz təam kimi tez-tez qarşınıza çıxır. Rombu isə şəbəkə formalaşdırır. Bu şəbəkə bizim məhsul və xidmətlərin yaratdığı qarşılıqlı əlaqəni təmsil edir. Şəbəkənin hissələri olan üçbucaqlar isə daimi inkişafın rəmzidir.
Və bu şəbəkə ilə biz hər bir Azərbaycanlının ürəyinə yol tapacağıq. Gəlin biraz rənglərimizdən də danışaq. Rəng seçimi edərkən nələri nəzərə almışıq? Bizim iki rəngimiz var, ağ və qara. Qara bütün rənglərin cəmidir. Və biz də bir neçə şirkəti və onları təmsil edən brend rənglərini özümüzdə birləşdirmişik. Ağ rəng isə bütün rənglərin çıxış nöqtəsidir, başlanğıcıdır. Gəlin keçək brendin fəlsəfəsinə. Bir brendinin fəlsəfəsi onun xüsusiyyətlərindən və dəyərlərindən ibarətdir. Xüsusiyyətlərimizlə bazarda tanınacağıq, dəyərlərimiz isə bizim yol xəritəmiz olacaq. Biz güvənliyik, enerjiliyik, insanlara və işimizə qarşı diqqətliyik, sadəyik. İnandığımız dəyərlər isə bunlardır: məsuliyyət, təbiilik, çeviklik, əməkdaşlıq. İcraçı direktorumuzun dediyi kimi, bu brendi yaradanda bizə ən böyük ilham mənbəyi ölkəmizin insanları oldu. Və elə əsası qoyularkən bir ekosistemin fəlsəfəsini də bunun üzərində qurduq. İnsanların həyatını asanlaşdırmaq, rahatlıq gətirmək, innovativ həllər təklif etmək və hər addımda yeni imkanlar yaratmaq. Bu qısa fikir məhz brendimizin məğzini ifadə edir. Bir brendi imkanlar yaradır. Bu imkanları hər bir Azərbaycanlı üçün yaradırıq. Biz milyonlar üçün birik. Bu da bizim brendimizin tagline-ıdır. Maraqlı və həyəcanlı bir yola çıxmışıq. Bu yolda hər birimizə uğurlar arzu edirəm. Və indi isə səhnəni Fərid Hüseynov, Rauf Qulamali və Samir Məmmədova verirəm. Buyurun. Hörmətli həmkarlar, hörmətli tərəfdaşlar, əziz dostlar, mən də öz adımdan sizin hər birinizi salamlayıram. Çox xoşdur sizinlə birlikdə burada olmaq. Bu tədbirdə bizi çox vacib bir hədəflərimiz bir araya gətirib, bizi birləşdirir və siz artıq mövzuya bir qədər hakimsiniz. Bir bankla birlikdə bir çox şirkət bu axşamın səbəbkarı olan ekosistemdə birləşir. Və bu birləşmə özü ilə çox maraqlı, vacib yenilikləri gətirir. Bu yeniliklərdən birincisi və bəlkə də bizim üçün ən belə vacib olan bu Kapital Bankın bir bank brendinə keçididir. Gəlin bu keçidin səbəbləri haqqında biraz danışaq. Əlbəttə ki, əsas səbəb, əsas məqsədimiz bu ekosistemə aidiyyəti gücləndirməkdir. Və əlbəttə ki, bir ekosistemin əsas hərəkət verici gücü olan brendin bir bank adı daşınması daha uyğundur. Digər səbəb isə vahid bank brendi ilə müştəri və istifadəçi təcrübəsini gücləndirməkdir. Hər ikisi düşünürəm ki, bizim müştərilərimiz üçün əhəmiyyətlidir. Əlbəttə ki, bu keçid həm də o deməkdir ki, 5 milyondan artıq olan Kapital Bankın müştəriləri bundan sonra bir banka aiddir. Həmçinin də Kapital Bankın uzun illər ərzində qazandığı etibar da bir banka miras qalır. Və bu etibar bizə yeni yaranan ekosistemə müştərilərin inamını daha da artıracaqdır. Fərid Məmmədovun da artıq öz çıxışında qeyd etdiyi kimi bir bank ekosistemin təməlini təşkil edir. Bunun bir çox səbəbi var, amma yəqin ki, əsas səbəblərdən biri də ölkə üzrə bu brendin tanınmasıdır. Ölkəmizdə düşünürəm ki, hər kəs artıq demək olar ki, bu brendlə tanışdı və hər iki nəfərdən biri bir bankdan istifadə edir. Bizim hədəfimiz isə hər bir Azərbaycanlının birinci seçimi olmaqdır. Necə ki, biz nəfəs alırıq, lakin nəfəs haqqında düşünmürük. Eynən də bu funksiyanı yenə də düşünmədən belə yerinə yetiririk. Buna oxşar da biz istəyirik ki, müştərilərimiz bizim ekosistem daxilində olarkən onlara hava kimi lazım olan maliyyə dəstəyini düşünmədən alsınlar.
Biz istəyirik ki, onların arzuladığı hər bir şey bir bank vasitəsilə əlçatan olsun. Əlbəttə ki, bunun üçün arxada çox fərqli, mürəkkəb, texnoloji və data əsaslı proseslər gedə bilər, lakin müştərilər bunları hiss etməməlidir. Onların istədikləri sadəcə bir anda bir bank vasitəsilə mümkün olsun və biz də bilirik ki, əlbəttə ki, bu kimi proseslər bir bankla olar. Bir bankla olar. Bu biraz gözlənilməz oldu. Amma oldu deyə bir xarşiyədən çıxın bir məsələni danışım. Yəni ki, bu jingle ki var, yəni bu düşünürəm ki, bizim həyatımızda çox adiləşib. Biz bunu hər zaman ətrafında olanda, Azərbaycanda olanda eşidirik. Amma çox maraqlı olur, nə vaxt ki, sən xaricdəsən və hansısa bir restoranda oturmuşsan və bu jingle, bu səs gələndə düşünürsən ki, hə, bu milyonlardan biri həm də buradadır. Əla bir fikirdir. Günə xanım, üzr istəyirəm, qayıdıram təzədən çıxışıma. Biz həmçinin də müştərilərin etibarını nəzərə alaraq ekosistemin bir ID, bir pay, bir bonus kimi vacib əlaqələndirici məhsulları da məhz bankın daxilində, bankın infrastrukturu əsasında qururuq. Və Fərid Məmmədov da öz çıxışında biraz bunlara toxundu. Bəzi funksionallıq artıq müştərilərə təqdim olunub və müştərilər ondan faydalana bilir. Amma bizim məqsədimiz bu ilin sonuna maksimal funksionallığı müştərilərə yenə də təqdim etməkdir. Və bu olduqca da istifadəçilər ekosistemin məhsullarından və platformalarından daha rahat istifadə edəcək. Bu rahatlıq artdıqca da həm ekosistemin fəaliyyəti, amma həm də şirkətlərin bir-biri ilə əlaqəsi güclənəcək. Əlbəttə ki, təxmin edirsiniz ki, bütün bunlar çox yüksək texnologiyaya və rəqəmsallıq təcrübəsinə əsaslanır. Bir bank da ölkəmizin ilk rəqəmsal bankı olaraq ekosistemə və onun müştərilərinə bu təcrübə ilə də fayda verəcək. Nəticədə bir bank ekosistemin bir enerji mənbəyi olacaqdır. Və bu enerji ilə biz müştərilərə daha da çox rahatlıq gətirməyə və insanların həyatını asanlaşdırmağa hazırıq. Bir bankın böyük ekosistemin vacib rolu haqqında yəqin ki, qısa olaraq bu qədər. Mən də sözü Raufa ötürürəm. Rauf, əzizim, səhnə sənindir. Çox sağ olun, dostlar. Hamını salamlayıram bir daha. Sizləri görməyə çox şadam. Bugün Yumico Marketplace olaraq ekosistemə və ölkədə elektron ticarətin inkişafında olan mühüm rolumuzla bağlı danışacağım. Başlıca məqsədimiz odur ki, müştərilərin real tələbatlarına cavab verək. Yəni, yalnız elektron ticarətin inkişafı yox, həm də müştərilərin tələbatlarına cavab verməkdir. Bildiyiniz kimi, Yumico 500 mindən çox məhsul çeşidi ilə ölkədə ən böyük yerli ticarət platformasıdır. Və müştərilər demək olar ki, bütün gündəlik tələbatlarını bizim platforma vasitəsilə qarşılaya bilərlər. Məhsul kataloqumuzda gözəllik, sağlamlıq, elektronika və digər gündəlik tələbat məhsulları yer alır. Yumico'nun yəqin ki, əsas unikal cəhətlərindən biri də odur ki, biz elektron ticarəti yalnız Bakıda yox, bütün ölkə boyu əlçatan edirik. Hal-hazırda 250-dən çox çatdırılma məntəqəsi var və bunların sayı davamlı olaraq artır. Ən son məntəqəmizi isə ölkənin mədəniyyət paytaxtı olan Şuşa şəhərimizdə açmışıq. Çox sağ olun. Bu isə bizim üçün əslində ayrıca bir qürur mənbəyidir. Bundan əlavə bildiyiniz kimi
ölkədə digər bir məşhur xarici platformalardan biri də bizimlə birgə müəssisəsi olan Trendyol Azərbaycan şirkətidir. Hansı ki, müştərilərin rahatçılığını təmin etmək üçün onlar üçün də çatdırılmanı biz həyata keçiririk. Yalnız ötən il ərzində müştərilərin 2,5 milyondan çox bağlama öz sahiblərinə çatdırılıb. Bundan əlavə ekosistemin ayrılmaz hissələri olan Birbank və Emonla birlikdə biz layihələr həyata keçiririk. Maliyyə və ödəniş sistemlərini asanlaşdırırıq. Ekosistemdə marketplace-in ekosistem məhsulları ilə olan məhsullarına inteqrasiyalar imkan verir ki, biz müştərilərin həyatını, journey-ni biraz rahatlaşdıraq. Məsələn, bir ID məhsulu ilə Yumiko'da qeydiyyatdan keçən müştəri istədiyi məhsulu kreditlə əldə edə bilər və bugün bu artıq işlək bir məhsuldur. Bununla bağlı biraz sonra əməkdaşım Mixail daha geniş danışacaq. Başqa bir məsələ isə bizim layallıq proqramı ilə olan inteqrasiyamızdır, hansı ki, müştərilərə daha çox bonus qazanmaq üçün imkan yaradır. Daha sonra isə bu bonusları istər marketplace-də, istərsə də ekosistemin partnyor şəbəkəsində xərcləmək üçün imkanlar yaradırıq. Son olaraq, onu qeyd etmək istəyirəm ki, bu inteqrasiyalar, məhsullar hamısı ona gətirib çıxarır ki, biz sadəcə bir platforma deyilik, haradakı məhsullar satılır. Burada müştərinin real tələbatlarına cavab verən innovativ bir platformaya çevrilir. Və qarşımızda dayanan hədəflər, layihələr bundan da böyükdür. Bu hələ ki bir başlanğıcdır. Və görəcəyimiz işlərdən birincisi ekosistemə daha yaxın olmağımız üçün bizim həyata keçirəcəyimiz rebranding layihəsidir. Hansı ki, tezliklə Yumiko brendini bir market brendi ilə əvəzləşdirəcəyik. Və ona əsas qeyd etmək istəyirəm ki, bu bizim üçün sadəcə bir ad dəyişikliyi deyil. Az öncə Fəridin də qeyd elədiyi kimi bir bank bir enerji mənbəyidir və bu yeni logo da bizim üçün yeni bir nəfəsdir. Diqqətiniz üçün təşəkkür edirəm və tədbiri davam etmək üçün sözü Samirə ötürürəm. Çox sağ olun. Hər kəs salamlayıram. Axır ki, bugün gəldi. Bir brendini təqdim eləmək üçün buraya yığışdıq. Çox xoş bir gündür. Bugünü sizinlə paylaşdığım üçün özümü çox qürurlu hiss edirəm. Əvvəlcədən hər birinizə bu vaxtı ayırdığınıza görə çox sağ ol demək istəyirəm. Əvvəlcə başlamaq istəyirəm Paşa Holdingin bir hissəsi kimi bizim missiyamızdan. Bizim missiyamız dəyər yaratmaqdır, vətəndaşların həyatını yaxşılaşdırmaqdır. Bizim bu istiqamətdə gördüyümüz işlər bizi bugünə gətirib. Bu missiyanı biz yaşayırıq və onun hesabına biz bu dəqiqə ölkədə ən sürətli inkişaf edən fintech təşkilatına çevrilmişik. Bu məsələdə həm milyonun rolunda xüsusi qeyd edilmək istəyirəm. Bu böyük bir ödəniş terminalıdır və bu körpünü bizim üçün nəqd, belə deyək, iqtisadiyyatdan qeyri-nəqdə doğru körpü rolunu oynayır. Eləcə də brand value-su çox güclüdür. Emonun da sütununun qurulmasında böyük rol olmuşdur və bugün Emon vasitəsilə biz həm də milyon vasitəsilə maliyyə xidmətləri sahəsində istənilən yerdə Azərbaycanlıların xidmətindəyik və çalışacağıq ki, bu use case-lərin sayını günü-gündən də artıraq. Burada xüsusi qeyd etmək lazımdır bizim bugünə qədər bir ekosistemdə qurduğumuz əlaqələri həm Birbank, həm də Yumiko ilə qurduğumuz ticarət, maliyyə və texnologiyaların birgə səyi. Bu sadəcə bugün brendi elan edirik, amma əslində bizim işimiz çoxdandan başlayıb. Və qeyd etmək lazımdır ki, artıq QR-la biz həm Paşa Bank post terminallarına, həm Birbank post terminallarına inteqrasiya olunmuşuq. Eləcə də bizim 50 minə yaxın ümumi ödəniş sayı olmaqla xüsusi partnyorlarımız da var. Bravo, Araz, McDonald's
və bu istiqamətdə biz səylərimizi biraz da artıracağıq və bunu mərkəzləşdirmək istiqamətində artıq müəyyən işlərdə görürük. Bundan əlavə demək istəyirəm ki, biz həm də Vahid Loyallıq proqramına qoşulduq. Vahid Loyallıq çərçivəsində biz Yumiko, inşallah yeni adını da müəyyən eləyərik, loyallıq sisteminə EMON vasitəsilə qoşulduq və demək istəyirəm ki, ümumi aktiv müştəri sayında da bir itki olmadı, hətta müəyyən bir artım da var. Artıq gündəlik müştəri sayını 750 mindən 1 milyona qaldırmaq istiqamətində 2025-ci ilə hədəf aldıq. İnşallah bu minimal planımızdır. Eləcə də biz xüsusi bir nişada ölkələrarası biznes istiqamətində biznesimizi 2 qat artırmaq fikrindəyik və bununla da regional fintech lider olmaq istiqamətində hədəf götürmüşük. Gələcəyi təsəvvür edəndə biz texnologiyanın, insanların və xidmətin birləşdiyi bir mühiti təsəvvür edirik və biz ümid edirik və qarşımıza da hədəf qoyuruq ki, bir ekosistemi belə bir mühitə çevirək, hardakı tərəflər bir-birindən daha yaxın olacaq və bu iqtisadi artımı dəstəkləyəcək və ölkəmizin gələcəyi üçün daha gözəl imkanlar yaradacaq. Məni dinlədiyiniz üçün çox sağ olun. Sözü tərəfdaşımız İrem xanıma ötürürəm, buyurun. Dear partners and guests, it's a great honor to be here today with you at the Beer Ecosystem event. We are about to celebrate our second year in Azerbaijan, and since the very beginning, we have felt the warm welcome from all ecosystem partners. Over the past 2 years, we have worked side by side with all ecosystem partners and achieved remarkable milestones together. Even before our launch in Azerbaijan, customers already know and love Trendyol. However, reaching 2 million customers wouldn't be possible with our all joint efforts. By leveraging the market expertise and network of ecosystem, along with Trendyol's know-how, we built a robust business in Azerbaijan. And we believe that providing integrated all-in-one solutions for our all customers will bring more success. For example, Beerbank customers are now able to shop on Trendyol with installments. And very soon, I am excited to announce it today, our customers will be able to shop on Trendyol by using shopping loans via Beerbank. And our collaboration extends beyond commerce. Last year, we launched valuable social impact projects together with Pasha Holding. And in 2025, we remain committed to have more projects in women's empowerment, digitalization. Together with the beer ecosystem, customers, sellers, and all partners, we are building more than just a marketplace. We are creating an environment that drives business, innovation, and fosters growth. We are truly grateful for our collaboration to all ecosystem partners, and we know that we will achieve even more in the upcoming years. Thank you. Çox sağ olun İrəm xanım. İndi isə səhnəyə ekosistem şirkətlərini, partnyorlarını, müştərilərini birləşdirən 3 məhsul haqqında daha ətraflı danışmaq üçün Maksim Yevdokimov, Mikhail Gromov və Fərid İslamovu dəvət edirəm. Hello everyone. Let's talk about opportunities which BeerID provide for our customers. First of all, BeerID is unified account for all our ecosystem products. We can receive access for any products, Beerbank, Umika, Emon, and all products of our partners. User can easily manage their data, settings, single profile within Beer ecosystem. Through
automatic data filling, we provide for our clients secure, convenient, and seamless login experience. Let's deep dive. What does it mean, this BRID service for our clients? First, we provide a fast login and registration. We can register in any application without delay. Second, BRID is a single account. Our customers no longer need to create a separate accounts, remember multiple passwords, and you need to do it only once. Only once. At first time, and after that you will receive access for all our products. Third, BRID is a single profile. Now the data automatically updates of all our products and applications. Our customers don't need to re-enter their personal information again in new product. They just need to do it once. Last one but not least one is verified account. For example, if we provide a PIN in our Beerbank application, we can receive benefits in other products, for example, faster access for premium services, higher credit limits and seamless loan process, and fewer checks in shopping, checkout, payments and transfers. BRID is not only client-centric product, client-centric approach and service. It is a comprehensive solution for all our partners. What we provide for our partners? First of all, we provide access for all our customer base, approximately 7 million users and 5 million verified users. Second, we help our partners enhance their business metrics, such as reducing customer acquisition cost, increasing conversion sign-up and order fulfillment by 50% according to benchmark of other ecosystem, and reduce SMS cost. BRID operates like a core integrated service for all beer ecosystem. It provides opportunity to deliver faster and new services and products. I hope like BeerPay and BeerBonus. And I would like to highlight that right now BRID is available at Umica, Emon, as soon it will be available in our Beerbank application for all our users. Thank you for your attention. I am going to pass floor for the Maxim. Max, the stage is yours. Thank you very much. Good evening, ladies and gentlemen. Thank you for being here. It's an exciting event. It was a great, I hope every one of you to Emerge event, and this is, we're trying to follow the trend, so we're trying to make it excitement. So starting from today, I hope our life won't be the same, I hope. We're committed to many difficult, complex things, but we're committed to do that. And to continue with that, to add another commitment, I want to say that inside our beer ecosystem, we decided to completely redesign the way how people pay and the way how merchants provide their services, serve their services to customers. To do that, we are designing the new, absolutely new, unique payment solution, and let me introduce to you BeerPay. Backed by Beerbank, enhanced by BeerID and BeerBonus, that my friend Farid would tell you a little bit later. BeerPay will provide absolutely unique payment solution to all merchants of Azerbaijan, no matter if it's online or offline. And this solution will grant an access to at least 5 million customers, confirmed customers, certified customers, for those customers that we in Beerbank know eligibility, and we can, and we have this ability to provide them a credit line.
which is a big advantage for our merchants. Saying this, already now we are serving 150 million transactions every month across all our ecosystem services. As I said, BirPay is a unique payment solution, and it covers both online and offline, and it's including 20,000 POS terminals, but it's not limited to that. And I'm pretty sure we're going to grow fast there. Right now, we serve 8 million transactions per month for a total amount of 200 million manats per month. BirPay solution is equally beneficial for big companies, enterprises, for small and medium and micro entrepreneurs. It's not a big deal for everyone, and it covers all the needs of merchants, no matter size it is. Though BirPay provides an enormous variety of payment solutions like debit cards, credit cards, QR, BirBonus, it doesn't require from a merchant to have a highly professional IT team. It is initially designed using the API approach, and it is supported with highly detailed documentation, and it's going to be supported with a highly professional team of BirPay. Any merchant can use BirPay literally in few days. Besides that, BirPay is enriched with an access to absolutely exclusive option, which is lending as a service platform. This platform grants access to all variety of our lending services currently presented in a BirBank. And only those who are using BirPay will have all this access and will use it in order to provide their services in any way. I mean, you can put a lending or loan product on a specific product or a variety, or just everything could be sold with a lending. Now you can see how it is implemented in our partners, Umico and M10, but we're working hard in order to provide this service to our partner Trendyol this year. From a consumer point of view, it is also a big deal because as Mikhail just said, it's going to be unique one access, one point where customer gets all his payment capabilities. Debit, credit cards, BirBonus, QR payments, linked cards of other banks. So it is not limited, and you should not jump from one app to another. You should not call to a call center asking if you have money or don't. You see it on the one page inside the merchant flow. When you want to buy something, you can see it exactly in a merchant page, and you define how you want to pay. It's a seamless, effortless solution that we're going to create this year and provide to most of our partners. I hope the number of these partners will grow. This is more or less what I want to say. I'm giving the stage to my friend Farid. Thank you very much. Değerli qonaqlar, çıxışlarımızın sonuna yaxınlaşırıq. Ümid edirəm yorulmamısınız. Bizim liderlərimiz ekosistemin hərəkət verici gücləri haqqında danışdılar. Mən də sizə onun dadlı hissəsi, müştərilərimizə əsas dəyər yaradacaq vahid loyallıq proqramı haqqında danışacağım. Proqramı ekosistem daxilindəki şirkətlər və dəyərli partnyorlarımızın üçün yaratdığımız vahid bonus platformasıdır və bu proqramı yaratmaqda əsas məqsədimiz bizi bir ekosistem olaraq və partnyor şəbəkəsi olaraq müştərilərimizin əsas seçiminə çevirməkdir. Və onlar bonuslardan yararlandıqca, bonuslar onların həyatlarına dəyər qatdıqca, onlar da bizim ekosistemi və partnyor şəbəkəmizi öz dostlarına, yaxınlarına məmnuniyyətlə tövsiyə eləyəcəklər. Bununla da onlar təbii olaraq bizim ekosistemimizin ambasadoruna çevriləcəklər. Bəs bu bonus sisteminə keçidi biz necə planlayırıq? Əslində, biz artıq başlamışıq və loyallıq proqramımızı hamımızın çox yaxşı tanıdığı Umico bonus platforması üzərində qurmağa başlamışıq və hal-hazırda genişləndiririk.
Hətta artıq müştərilərimiz bir bank, M10 və Yumiko Az platformalarında vahid bonus balanslarını görə bilirlər və oradan həm tətbiq daxilində, həmçinin də QR vasitəsilə ödənişlərdə yararlana bilirlər. Hal-hazırda ümumilikdə loyallıq proqramından istifadə edən müştərilərimizin sayı ölkədə 1.700.000 nəfərdir və keçən ilə nəzərə salsaq, toplam il ərzində paylanılan bonusların və müştərilər tərəfindən xərclənən bonusların məbləği 26 milyon manat təşkil etmişdim. Və bu da bir başlanğıc nöqtəsidir. Gələcəyə yönəlik hədəflərimiz əlbəttə ki, daha böyük və daha genişdir. Əlbəttə ki, biz də ekosistemə bağlılığımızı göstərmək üçün, nümayiş etdirmək üçün proqramımızın adını dəyişmək qərarına gəldik və yeni bonus brendimiz isə bir bonusdur. Qarşılayın. Bu ad dəyişikliyi ilə biz həm ekosistem şirkətlərimizi, həm də partnyorlarımızı müştərilərə sanki bir vahid bonus proqramı altında birləşmiş kimi göstərmək üçün edirik. Və bu brend altında bir neçə ay sonra artıq fəaliyyətə başlayacaq, müştərilərimizə də təqdim olunacaq rəsmi olaraq. Və planlara da baxsaq, 2025-ci il bir çox yenilik gətirəcək və bir bonus təkcə ad dəyişikliyi deyil, biz həm də ki, bonus konseptinə fərqlilik gətirmək istəyirik, bir yenilik gətirmək istəyirik. Bunun üçün də bir çox fərqli yollar var. Məsələn, fərqli kateqoriyalarla, fərqli maraqlı tapşırıqlarla müştərilərə daha da çox bonus qazanmaq üçün imkan yaratmağı düşünürük və bunlar da dərin personalizasiya üzərində qurulduğu üçün müştərilərə daha da maraqlı, daha da dəyərli olacaqdır. Partnyorlarımızın xüsusi təklifləri də burada böyük rol oynayır, çünki onların da qatdığı dəyər müştərilərə biraz da daha da çox qazanc imkanı yaradacaqdır və bunların hamısını da müştərilərimizə maraqlı şəkildə, əyləncəli şəkildə təqdim eləməyi düşünürük. Bu, bizim ekosistem daxilindəki məhsullarımızdan, xidmətlərimizdən müştərilər istifadə etdikcə, daha çox qazana biləcəklər deyə biz də onların bonusların artımında böyük rolumuz olduğunu nümayiş etdirmiş olacağıq. Əyləncə və qazanc sanki bir arada. Məmnun müştərilər və biz də bir ekosistem olaraq müştəri yönümlülüyümüzü bir daha nümayiş etdirmiş olacağıq. Bir bonus loyallıq proqramı ilə bağlı bütün bu planları həyata keçirmək üçün bizim dəyərli partnyorlarımızın da çox böyük rolu var. Onlar da buradadılar, hamısını da salamlayıram, xoş gəliblər. Fərdi müəllim qeyd etdiyi kimi bizim 10 minlərlə partnyorumuz var. Loyallıq proqramına hal-hazırda qoşulmuş partnyorların sayı 1500 üzərindədir. Yəni bonus proqramına sırf qoşulmuş partnyorlarımız. Bu il isə onların sayını 3000-dən daha çox saya çatdırmağı hədəfləyirik və partnyorlar da ki, müştərilərə həm qazanc imkanları yaradır, həmçinin də xərcləmək üçün də bonusları imkan yaratdığı üçün bu da əlavə bağlılıq yaradır müştərilərdə və biraz da qazanc imkanlarını artırır. Bir sözlə desəm, işimiz, məqsədimiz odur ki, həm müştərilərimiz qazansın, həm partnyorlarımız qazansın, həmçinin də bizim ekosistem şirkətlərimiz. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirəm və bu məqamda sizə tədbir boyu sözünü açdığımız məhsulların bir müştərinin həyatında necə əks olduğunu göstərən qısa bir video çarx nümayiş etdirmək istərdik. Qeyd edeyim ki, video çarxımız AI süni intellekt əsasında hazırlanıb. Bu da təsadüfi deyil, çünki biz texnoloji həllər təklif edən ekosistemik. Buyurun, video çarxı izləyə bilərsiniz.
Təşəkkürlər. Tədbirimizi yekunlaşdırmaq üçün isə səhnəyə bir daha Fərid Məmmədovu dəvət edirəm. Ümid edirəm ki, bugün bir ekosistemin məqsədləri və planları ilə bağlı bütün suallarımıza cavab tapdınız, kifayət qədər məlumat verə bildik. Missiyamız gördüyümüz kimi çox böyükdür, bütün ölkəni əhatə edir və biz buna bir zirvəyə qalxmaq kimi özümüzə təsəvvür eləyirik ki, bugün danışdığımız planlar bizim üçün zirvədir və biz əminik ki, o zirvəyə biz qalxanda biz yeni bir zirvəni görəcəyik və bu strategiyanın, bu yolumuzun gözəlliyidir. Və bu yolda dayanmamaq və irəli getmək üçün bizim komandalarımızın, bizim hörmətli tərəfdaşlarımızın dəstəyi bizim üçün çox vacibdir. Videoda gördüyünüz bu, deməli, bir Azərbaycan vətəndaşının, bir müştərimizin həyatına ekosistem tərəfindən qatılan dəyər, təsəvvür eləyin ki, milyonların həyatına təsir edəcək. Biz bunu təsəvvür edirik, biz buna inanırıq və bunu təsəvvür edərkən çox qürur duyuruq və yeri gəlmişkən gördüyünüz bütün həllər bu AI olsa da, amma məhsullar realdır. Ona görə mən əminəm ki, burada oturan tərəfdaşların və həmkarların çoxusu bu həllərdən istifadə edir. Ən əsası isə bu hədəflərin ətrafında birləşdirən və əzmlə çalışan şirkətlərimizin dəyərləri yaşadan böyük bir komandamız var. Və burada gördüyünüz bir neçə lider məhz bu komandaları, minlərlə insanları təmsil eləyir, hansılar ki, hər gün çalışır, bizim dəyərlərimizin ətrafında birləşərək çalışır ki, gördüyünüz bu indiki məhsullar mümkün olub və gələcəkdə danışdığımız xidmətlər, müştəri üçün yeni dəyərlər mümkün olsun və mən buradan hamını salamlamaq istəyirəm. Bizi izləyən kollegaları və hamısına çox təşəkkür etmək istəyirəm. İndi isə bütün komanda liderlarını səhnəyə dəvət edirəm. Tədbirimizin yekunuydu və bizi səbirlə və diqqətlə dinlədiyiniz üçün təşəkkür edirik. Bundan sonra yeniliklərimiz barəsində məlumat almaq üçün isə bizim sosial şəbəkələrdən bizi izləyə bilərsiniz və birinci hissəmiz tamamlandı, networkingə keçə bilərik. Təşəkkür.